şükür bugünkü gündə torpaqlarımız işğal altında deyil, azad olunub bütün torpaqlarımız. Öndə hərbiçilərimiz, başda Ali Baş Komandanımız, arkada da xalqımız. Sağ olsunlar hamısına. Bilməzdik ki, mən eşidəndə ki, Qarabağ daha azad. Yəni o qələbə sevincini qeyd etdiyimiz. İgidlərimiz haqqında danışacağıq. Kanal 21 olaraq bu dəfə 44 günlük Vətən müharibəsi günlərində ön cəbhədə döyüşən igid əsgərlərimizin yanında olan, onlara həm maddi, həm də mənəvi dəstək göstərən xeyirxah insan Cağandar Museyevlə həm söhbət olduq. 44 günlük Vətən müharibəsi xalqımızın birlik və həmrəylik nümunəsinə çevrildiyi şanlı tarixdir. Həmin günlərdə təkcə əsgərlərimiz deyil, arxa cəbhədə olan minlərlə vətənpərvər insan da səfərbər olmuşdu. Cağandar Museyev də bəs belə insanlardandır. O ön cəbhədə döyüşən hərbiçilərimizə ərzaq, geyim, zəruri ləvazimatlar çatdıraraq onların yükünü bir qədər də olsa yüngülləşdirməyə çalışıb. Müsahibəmiz zamanı səmimi və təvazökar yapışma onun necə böyük ürəyə sahib olduğunu bir daha göstərir. Çətin və təhlükəli şəraitə baxmayaraq ön xəttə qədər gedərək dəstək göstərməsi isə əsl vətənpərvərlik nümunəsidir. Kanal 21 olaraq daha sonra Cağandar Museyevlə birlikdə ön cəbhədə yardımların təşkilində fəal iştirak edən Məmmədov Elmirlə də müsahibə apardıq. Elmir Məmmədov da həmin günləri böyük qürur hissi ilə xatırlayır. Onun fədakarlığı, təşkilatçılıq bacarığı və səmimi dəstəyi nəticəsində çoxsaylı hərbiçilərimizə vaxtında kömək çatdırılıb. Hər iki müsahibimizlə söhbətimiz zamanı bir daha şahid olduq ki, bu qələbə təkcə silahlı deyil, həm də xalqın birliyi, arxa cəbhənin dəstəyi və vətən sevgisi ilə qazanılıb. Ən gözəli isə budur ki, onlar etdiklərini qəhrəmanlıq kimi deyil, sadəcə borc kimi qiymətləndirirlər. Daha ətraflı onların öz dilindən dinləyək. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin. Biz bu günlərim 44 günlük Vətən müharibəsi zamanı səngərdən səngərə atılaraq uğurlu əməliyyatlara imza atan igidlərimiz haqqında danışacağıq. Təbii ki, ilk öncə mən qeyd etmək istəyirəm ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin. Allah dövlətimizi var eləsin, üç rəngli bayrağımızı daim zirvələrdə eləsin. Allah döyüşçülərimizi qorusun, hərbiçilərimizi qorusun, Allah prezidentimizi var eləsin. 44 günlük Vətən müharibəsi zamanı hər birimizə məlumdur ki, biz xalq olaraq yumruq kimi birləşdik, əsgərlərimizin, hərbiçilərimizin yanında olduq. Təbii ki, biz bu günlərim həmin müharibədə yaxından iştirak etmiş, həmin müharibə